Biri gəldi İmam Sadiqlə görüşdü. Ağacan, gedirəm İmam Hüseyni ziyarət eləməyə. Necə ziyarət eləyim? Dedi, getdin, çatdın Kərbəlaya, 7 dəfə deyilən Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu Ekber. Ərbəyinə gedənlər su üçün dedim hamını. İnşallah orada bu deyirsiniz. Gəldiniz, çatdınız. İmam Hüseynin məsələn hərəmdən yaxınlaşdınız, artıq hərəmi görürsünüz. 7 dəfə deyilən Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu Ekber. Bu 7. Sonra 7 dəfə deyilən Ləbbeyk ya daiyallah, ey Allaha dəvət eləyən şəxsiyyət Hüseyn. Ey Allaha dəvət eləyən insan, Ləbbeyk, sənin xidmətinə gəlmiş. 7 dəfə onu deyirsən, ondan sonra deyirsən, İlahi və Rəbbi, düzdür o gün mən olmamışam, Hüseyin çağıran vaxtı. Amma indi gəlmişəm, necə gəlmişəm? Fəqət əcabəkə qəlbi və bəsəri və səm'i və rəyi və həvai, bütün vücudumla gəlmişəm, sənə cavab verməyə. Səm'i, qulağım, gözüm, qəlbim, ürəyim, fikirlərim, həva və istəyim, nəyim varsa, hamısı sənə üz tutub. Bütün vücudumla dayanmışam sənin huzurunda. Allah Allah. Ağacan, gəlmişəm sənin yanına ki, sən Babullahsan, Allah qapısısan. Əlimdən tutsa, mənə Allaha çatdırasan. Allaha dəvət eləyənsən sən.